Deməli, belə bir sualımız var. Sinir impulsunun normada bir neyrondan digər neyrona bilavasitə ötürülməsinin doğru istiqamətini istəyir bizdən. Gəlin neyronun quruluşuna baxaq. Neyron bilirik ki, ibarətdir dendritdən, cisimdən, aksondan. Dendrit qısa çıxıntılardır. Dendritdən sonra yerləşir cisim. Neyronun cismi. Bütün neyronlar bu formada olmur, amma yəni bir-birindən fərqlənə bilirlər. Hamısı deyə bilmərik ki, elə bu formadadır. Quruluşları fərqlənmiş olur. Cisimdən sonra da yerləşir akson. Akson uzun çıxıntıdır. Aksonun üzərində bax bu formada miyelin qişa olur ağ rəngli. Ağ rəngli miyelin qişa olur. Bunlar sinir lifləridir. Bunların yığınım sinir toxumasının ağ maddəsini əmələ gətirir. Cisim və dendritin yığımı isə sinir toxumasının boz maddəsini əmələ gətirir. Aksonun uclarında akson terminalları adlanan bax belə kiçik şaxələr olur. Bu şaxələrin funksiyası nədir? Bunların sayəsində sinir impulsu bir neyrondan təkcə bir neyrona ötürülmür. Bir neçə neyrona ötürülür bu şaxələr vasitəsilə. Bu bizim bir neyronumuzun quruluşu oldu. Bundan digər neyrona sinir impulsu ötürüləndə təbii ki, necə ötürüləcək? Digər neyronun başlanğıcına, dendritinə ötürülmüş olacaq. Digər neyronun dendritinə ötürülür, sonra cismə keçir, cisimdən də keçir aksona. Bu formada sinir ötürülür. Dendritlə bir neyronun aksonu ilə digərinin dendritinin birləşdiyi hissəyə, bax bu hissəyə biz deyirik sinaps. Çox vaxt əksərən bu aksonla dendritin arasında kiçik məsamə, boşluq qalır. Kiçik boşluq qalır. Heç vaxt bir-birinə %100, yəni əksərən bir-birinə %100 təmasda olmurlar. Bu boşluğa da biz sinaps boşluğu yaxud sinaps yarığı deyirik. İndi qayıdaq sualımıza. Sinir impulsunun normada bir neyrondan digər neyrona bilavasitə ötürülməsinin doğru istiqaməti necə ötürüldü? Bu neyronun aksonundan digər neyronun dendritinə ötürülmüş oldu. Akson, dendrit doğru cavab D bəndi olmuş olacaq.